Hər kəs salam, Əvvəlcədən sizləri xoş gördük. Mövzu axınımız davam eləyir və bu gün də bir başqa mövzuyla sizin qarşınızdayam. Bugünkü mövzumuz təbii olaraq Forex bazarının prinsipləri və əsasları başlıqlı bu mövzu başlatmışdıq və bu gün artıq 10-cu mövzuya gəlib çatmışıq. Ekranda görürsünüz. Yatırım etmək üçün istifadə olunan məbləğ, minimum kapital nə qədər olmalıdır, leverage və marj anlayışı. Və mövzumuza başlamamışdan əvvəl onu deyim ki, səhifəni bəyənməyi, səhifəyə abunə olmağı və öz fikirlərinizi bildirsəniz yaxşı olar. Və indi isə qayıdaq mövzuya. İlkin olaraq onu demək istəyirəm ki, maliyyə forex bazarında, ümumiyyətlə maliyyə bazarında ticarət etmək üçün hər hansı bir kapitalla başlamaq lazımdır. Təbii olaraq bu investor, daha doğrusu traderdən traderə dəyişir və hətta traderin psixologiyasından da fərqlidir bunlar. Fərqli belə deyək, hesablarla, daha doğrusu balansa pul yatırmalarla ticarət edirlər. Çünki əgər sən ilkin başlayan tradersənsə və bu işə yeni başlamısansa, təbii olaraq demo hesabdan və real hesaba keçirsənsə, ilkin olaraq $100 civarında yatırım eləmək tövsiyə olunur. Çünki istənilən halda sən bu $100, yəni bu deməklə deyil də, praktikada da biz bunu görmüşük. Mən özüm məsələn bunu keçmişəm və $100 civarında başlasanız, çünki demoda tətbiq etdiyiniz ticarət və psixologiya real ticarət və psixologiyadan tamamilə fərqlənir. Ona görə də $100 başlayıb yatırsanız belə sizin üçün bu belə deyək bir növ təcrübə olacaq. Ona görə də real hesaba nə ilə başlamaq lazımdır və ən minimum məbləğ fikirləşirəm $100 başlasanız yaxşı olar. Təbii olaraq aqressiv ticarətdən uzaq durmağı tövsiyə edirəm. Çünki aqressiv ticarət, mən bəzi sosial şəbəkələrdə qarşıma çıxıb bəzi traderlər var. Təbii olaraq bu real hesabıdır və yaxud demo hesabıdır, onu bilmirəm. Real hesab olsa belə $100 civarında yatırım edirlər və dərhal əsasən də gold üzərindən də, qızıl üzərindən sıfırdan %1 ilə belə deyək, çoxlu sayda əməliyyatlar açırlar və sanki müəyyən bir neçə dəqiqə ərzində balansı $1000, $1500, $3000 və digər hesablara qaldırırlar. Təbii olaraq bu yanlış bir fikirdir. Heç bir halda buna getmək lazım deyil. Çünki əgər səndə disiplin yoxdursa və səndə belə deyək, həmin öz psixologiyana nəzarət yoxdursa, sən bunu balansı tamamilə itirəcəksən. Təbii olaraq qısa, belə deyək, xırda ticarətlərlə disiplinli halda və bu işə davam etmək lazımdır və xırda belə deyək, uğurlar sizi belə deyək, davamlı və gələcəkdə böyük uğurlara gətirib çıxardacaq. Təbii olaraq düzdür, balansın hesabından asılı olaraq yatırım etdiyiniz məbləğdən asılı olaraq orada istifadə etdiyiniz lotları artıra bilərsiniz zamanla. Lakin bu təbii olaraq bir təcrübə həm tələb edir, həm də lot artdıqca düzdür, gəlir artsa belə risk də artır. İsə bu mövzunun belə deyək, balans hissəsinə qayıdaq və balansa yatırım məbləği traderdən traderə fərqlənir. Bayaq dediyim kimi, eyni ilə də traderin psixologiyasından da tam fərqlidir və elə traderlər var ki, misal olaraq $1000 civarında yatırım edib ticarət edirlər və yaxşı gəlir əldə edirlər və yaxud elə traderlər var ki, $5000 və yaxud $10.000 civarında yatırım edib yaxşı trade etməyə çalışırlar. Ona görə də bu traderdən traderə fərqlənir. Mən özüm misal olaraq minimum belə deyək, illərlə məsələn öz belə psixologiyamı sınamışam. Xırda balansla ticarət etmək, yəni mənim psixologiyamda biraz sarsıntı yaradır və daha belə deyək, daha çox yatırım etməyi, ən azı məsələn minimum belə deyək $5000 civarında yatırım etməyi mənim üçün məqbul sayıram. Öz psixologiyam üçün ki, mən bunu sınamışam və bunu görmüşəm. Siz də zamanla təbii olaraq yeni başlayan traderlər zamanla belə deyək bunu anlayacaqlar. Və əsas məsələ odur ki, əgər siz bu işə başlamısınızsa, təbii olaraq burada itki də qaçılmazdır. İlkin başlayanlar üçün
Bu mütləq olacaq və təbii olaraq bu sizin üçün, ilkin başlayanlar üçün, yeni treyderlər üçün praktik olacaq və balansı yatırım etdikdən sonra belə deyək, siz brokerlər sizə təqdim edirlər kredit çeynləri təqdim etsələr də bu treyder üçün nə qədər yaxşı olsa da bir o qədər risklidir. Nəyə görə? Misal olaraq siz $1000 civarında yatırım etmisiniz və kalkulatoru mən bir dəqiqə hesablayacağım. Ekrana çıxardım və siz misal olaraq deyək $100 civarında ticarət etmisiniz. Daha doğrusu $1000 daha doğrusu civarında yatırım etmisiniz və sizə broker 1-in 100-ə kredit çeyni verirsə, bu nə deməkdir? Yəni $1000 vurırıq $100-a, $100.000 bir lot üzərindən siz $100.000 civarında ticarət edə bilərsiniz. Təbii olaraq $1000 üçün bir lot çoxdur. Bu misal olaraq mən deyirəm ki, yəni aydın olsun. Və yaxud da burada və yaxud da sizə misal olaraq $1000 yatırım etmisinizsə, 1-in 200-ə kredit çeyni verirsə, yəni onu 200-ə vursaq $200.000 civarında. Bir lot üzərində $200.000 civarında ticarət edə bilərsiniz. Təbii olaraq brokerdən brokerə fərqli olaraq bu kredit çeyinləri dəyişir. Bəzi brokerlər var ki, treyderin yatırdığı məbləğdən asılı olaraq belə deyək, kredit çeyinləri təqdim edirlər. Həmin əksər vaxtlarda 1-in 100-ə, 1-in 200-ə, 1-in 500-ə qədər olur. Və bəzi brokerlərdə də var ki, 1-in 1000-ə, 1-in 2000-ə qədər həmin belə deyək, kredit çeyinləri, leverage-lər qalxır. Təbii olaraq burada kredit çeyinlərindən istifadə edərək siz yüksək gəlir əldə etməyiniz mümkündür və bunun üçün də tətbiq olunub. Lakin burada bir məsələ var ki, siz əgər belə deyək, kredit çeynindən istifadə edirsinizsə, həmin hansı misal olaraq lotla bazara çıxmaq istəyirsinizsə və kredit çeynindən istifadə edirsinizsə, broker sizdən belə deyək, marja tutur. Bu marja, həmin marjada həmin açılan əməliyyat üçün broker sanki bir növ özünü sığortalayır, belə deyək. Və burada mən misal olaraq o göstərmək istəyirəm sizə şəkli, bir dəqiqə şəkli də mən səhifədən bir saniyə. İnternetdən də bir şəkil göstəreyim, daha aydın olsun bizim üçün. Və burada ekrana gətirməm bu şəkili. Və siz burada həmin belə deyək, şəkilə baxsaq və burada biz indi hesablama aparacağıq. Ona görə mən bu şəkli bura qoymağı belə deyək istədim. Və kalkulatora baxsaq, misal olaraq siz əgər $1000 belə yatırım eləmisinizsə, 0.2 lotla əməliyyat açmaq istəyirsiniz. Bunu vururuq 100-ə, yəni 1-in 100-ə kredit çeynimizdir. Bizə bir lot üzərindən $100.000 civarında əməliyyat etməyə icazə verir broker. Lakin biz 0.2 ilə əməliyyat açmaq istəyirik və burada $100.000 vururuq. 100.000 vururuq 0.0 daha da 0.2-yə və bizim 0.2 deyək lotla əməliyyat açsaq, 0.2 lotla əməliyyat açsaq, $20.000 civarında biz əməliyyat aça bilərik. $20.000 civarında biz ticarət edə bilərik. Və $20.000 həmin ticarət etmək üçün broker bizdən sanki müəyyən məbləğ girov götürür, həmin marja hesab olunur. İndi o şəkildə də onları göstərəcəm sizə. Bu marjanı da həmin ki bizim 1-in 100-ə kredit çeynindən istifadə edənə bu 20.000-i də biz böləcəyik 100-ə $200 deməli bizdən belə deyək marj götürəcək, sanki girov məbləğidir və belə deyək siz əgər
1000 dollar yatırım eləmisinizsə, 0,2 lotla ticarət edirsinizsə və 0,2 lot ticarət edirsinizsə 200 dollar sizin bu həmin 200 dollar balansda görsənir. O, yəni heç bir yerə ayrılmır. Sadəcə olaraq bu şəkildə görürsüz burada marjin yazılıb. Marj 20 dollardır burada. Bizim hesablamamız 200 dollardır. Yəni 1000 dollar hesabımız birin 100-ə kredit ilə istifadə eləmişik. 0,2 lotla belə trade açmışıq və bizdə həmin marjin yerində 200 dollar olacaq. Və bizim hesabımız free margin isə burada görürsüz free margin yazılıb. Yəni belə deyək, azad marja 800 dollar hesabda pul qalacaq. Və 800 dollar hesabda pul qalacaq və təbii olaraq bu da broker sanki belə deyək siz özünü sığortalayır. Yəni sizə verdiyi kredit çiynində, kredit çiyni nisbətində sizdən 200 dollar məbləğində sanki bir girov kimi götürür. Lakin bu həmin hesabda da görsənir. Bu şəkilə baxsaq, burada ümumiyyətlə free balans 70 dollar 50 sent belə deyək balansda pul var. Şəkili biraz da böyüdək. Burada deməli balansda 70 dollar 50 sent pul var və burada ticarət açılıb. Bu təbii olaraq mənim öz ticarətim deyil. Bu internetdən götürdüyüm ticarətdir. Sadəcə olaraq bir misal olaraq bunu şəkili bura yerləşdirmişəm və 70 dollar 50 sentdən ticarət olunur burada və həmin ticarət üzərində equity hansıdır? Yəni ki, faktiki olaraq sizin belə deyək balansda hal-hazırda ticarət balansı nə qədərdir onu göstərir. Yəni 70 dollar 50 sent əsas balansdır. Burada isə 2 dollar 90 sent bir qazancı əldə olunub, 17 dollar 70 sent qazancadır. Bu həmin ticarət 20-30 dollarda başqa bir deməli qazancdadır bu ticarət. Bunların ümumi cəmi ilə 124 dollar 10 sent. Yəni bu əməliyyatlar bağlansa, balansda 124 dollar 10 sent bu məbləğ olacaq. Lakin burada baxsaq, free marjaya baxsaq, yəni azad marjaya baxsaq 103 dollar 72 sentdir. Bəs burada 124.10 göstərir. Bəs 103 dollar burada 72 niyə göstərir? O həmin bu marjadır. 20.38-dir. Və siz 103.72-ni toplasanız 20.38 ilə 124 dollar 10 sent həmin equity-ni orada əldə etmiş olarsınız. Və gəlsək burada marjanın belə deyək leveli var. O təbii olaraq prosentlə faizlə göstərilir. Bu da hal-hazırda bizdə burada balansda 608.87% göstərir. Yəni balans hələ də dözümlüdür. Balansda belə deyək hələ ki mənfiyə gedəcək və belə deyək risk altında olan belə deyək balans risk altında deyil. Yəni bu həmin marja margin level daim nəzərdə olmalıdır. Yəni ticarət açırsansa buna baxmaq lazımdır. Bu ümumiyyətlə marja üzrə level belə deyək səviyyə, marja səviyyəsi aşağı düşəndə 100 dollar aşağı düşəndə artıq brokerlər belə deyək e-mail vasitəsilə sizə xəbərdarlıq göndərirlər ki, yəni sənin artıq ticarətin belə kritik bir səviyyədədir. Yəni bəlkə də indi ola bilər ki, əməliyyat açmısan fikrindən çıxıb, yəni əməliyyata qayıt, yəni bu haqqda sizə məlumat göndərir. Və təbii olaraq brokerdən brokerə fərqli olaraq dəyişir. Bəzi brokerlər var ki, margin call belə deyək, elə bir ki, marja çağırışıdır ki, yəni sənin belə deyək də balansın artıq belə deyək, həm broker özünü qoruyur, həm həmin prosesdəki balans həm mənfiyə düşməsin və həm də ki, sənin balansında sanki belə də, yəni çox cüzidir təbii olaraq o 30%, 20%, 50% olaraq dəyişir. Həmin o margin call nədir? Margin call sizin buradakı marja açmısınız 20 dollar 38 sentdir. Burada hardakı bu əməliyyat uyğun olaraq 20 dollar 38 sent. Təbii olaraq bunun biraz çox olmağı belə deyək düz də deyil. Çünki burada elə o əməliyyat ola bilər ki, misal olaraq da biraz minusa gedib yeni plusa da gedə bilər və əgər margin call misal olaraq da çox olsa, həmin əməliyyatı dərhal bağlanacaq və indi margin call nədir onu deyim. Margin call bu həmin bu marjanın 30%-ni 20.38-in elə 30%-ni 60 sent eləyir. Və 30%-i daha da 6 dollar eləyir, 20 dollar 6 dollar.
6 dollarını, yəni əgər düşsə altına, bu həmin margin level və balans bu həmin olan belə deyək əməliyyatların hamısı açıq əməliyyatlar ki, var ki, minuslar, onlar tamamilə bağlanacaq. Ona görə də belə deyək, margin call-a, yəni margin level-a daim fikir vermək lazımdır və bu həmin bu prosesləri daim nəzərdə saxlamaq. Təbii olaraq, yəni bu qısa bir belə deyək, mən danışdığım qısa bir anlayışdır. Bunu biraz başa düşmək üçün gərək özün də ticarət eləyib tam anlaya biləsən və bir daha bunları təkrar eləmək istəyirəm. Balans sizin yatırdığınız balansdır, hansı ki, belə deyək, trade eləmək üçün yatırım eləmisiniz. Buradakı şəkilə uyğun olaraq 70 dollar 50 sent yatırım olunub. Belə deyək, ticarət 3 ticarəti var. Hamısı 0. Təbii olaraq bu 70.50 dollar sentə uyğun olaraq funt və dolların nisbətində 0.10 lotunu açmaq düzgün əməliyyat deyil əslində. Ümumi əməliyyat toplasaq 0.3 lotdur. Təbii olaraq 70 dollara uyğun olaraq bu əməliyyat üçün çoxdur. Bunu mən internetini götürmüşəm. Misal olaraq indi lotlara heç fikir verməmişəm. Mən əsas bu hissə lazım idi. İndi fikir verirəm və belə bir əməliyyata heç yəni ki, girməməyiniz tövsiyə olunur. Və equity sizin əməliyyat etdiyiniz, əməliyyatdan qazandığınız hal-hazırda əməliyyat belə deyək, davam eləsə və buradakı olan məbləğ gəlir bu equity-nin üstünə, siz bu balansı, daha doğrusu ticarəti bağlasaz, bu həmin qazanılan məbləğ oturur balans hesabına. Və free marja sizin belə deyək, bayaq təkrar etdiyim kimi hesabladığım bayaqda həmin free marja sizin 103 dollar 72 dollar 103 dollar 72 sent miqdarında belə deyək, sizin ticarətiniz davam edə bilər. Bundan aşağı düşsə artıq siz stop out olursunuz. Margin həmin 20.38-dir ki, yəni siz 0.4 bunların cəmi 0.3 lotla bazara girmək üçün broker bu həmin şəxsdən kimsə ticarət edib, ondan 20 dollar 38 sent sanki girov götürərək özünü sığortalayır. Margin level-da təkrar dediyim kimi brokerdən broker fərqlidir. Bu 30%-ə düşsə, yəni 30% düşsə və həmin artıq bütün əməliyyatlar demək olar ki, o da ki, proses bağlanma prosesi necə gedir? Bağlanma prosesi elə gedir ki, əsasən hansı ticarət belə deyək, ən çox mənfidə olan ticarət hansı ticarətçi onu bağlayır. Birinci olaraq sistem avtomatik olaraq onu bağlayır və margin call və belə deyək 50%-dən artıq yuxarıdırsa, digər əməliyyatlar açıqsa. Yenə 30%-dən misal aşağı düşsə, həmin margin call təzədən bir-bir başlayır əməliyyatları bağlamağa. Yəni bu proses belə növbəli şəkildə davam edir. Düşünürəm ki, danışmaq istədiklərim bu mövzu haqqında bu qədər. Təbii olaraq, bir də onu nəzərə çatdırım ki, brokerlərin əksəriyyətində, yəni qarşıma çıxan bəzi brokerlər olub ki, onlarda olmayıb. Bu təbii olaraq bəzi danışdıqların bəzi hissəsi broker hissəsinə aiddir. Bəzi brokerlərdə var ki, belə deyək, onlarda hesabı belə deyək, qoruma var. Yəni ki, sizin balansınız belə deyək minusa getmir və minus misal olaraq əgər siz stop out olursunuzsa, sizin əməliyyatınız minusa gedirsə və həmisi minus 200, minus 300 dollara düşübsə, yəni ki, belə deyək, bəzən bazarda görürsən ki, xəbərlər çıxan vaxtı yüksək çalxalanma olur, yüksək belə deyək, qalxış eniş olur və siz bəlkə də ticarətə baxmırsınız deyənə dərhal sizin balansınız minus 50 dollar, minus 100 dollara düşüb stop out ola bilər. Bu təbii olaraq stop out məsələdən söhbət gedir və balansı qoruma nədir? Balance protection. Yəni sizin o minusunuzu, belə getdiyi minusu broker özü belə deyək təzminat olaraq özü ödəyir. Yəni siz heç bir halda ödəmirsiniz. Amma bu brokerdən brokerə fərqlənir. Ona görə də nəzərə alsaq ki, bunu həmişə belə deyək, ticarət edən zaman və broker seçən zaman bunu həmişə baxsaz və ümumiyyətlə broker seçən zaman
qaydaları oxumaq. Təbii olaraq biz bəzən heç qaydaları oxumuruq, amma bu da sonradan bizim belə deyək, balansa minusa getməyi və brokerə borcda qalmağımıza gətirib çıxara bilər. Və düşünürəm ki, bu mövzu haqqında da qısa bir belə deyək, formatda məlumat sizinlə paylaşdım. Ümid edirəm ki, uğurlu məlumatlar və xeyirli məlumatlar olar. Təbii olaraq mən belə deyək, istinad eləmirəm, hansısa bir broker adını çəkmirəm və hansısa bir belə deyək, brokerlərlə əməkdaşlığım yoxdur və fərdi olaraq özünüzün broker seçməyini məsləhət görə bilərəm. Və əgər hansısa bir broker haqqında məlumat almaq istəsəz, o haqqda da qısa bir məlumatlar şəxsə yazıb Instagram səhifəsində. Orada da sizə məlumat verə bilərəm. Ümumi mövzu haqqında mən danışmağı daha üstün tuturam. Çünki ümumi mövzunu belə deyək, trader bilsə, artıq incəliklərinə gedib, misal olaraq da, yəni margin call nədir, marja nədir, equity nədir, balans nədir, balance protection nədir, yəni bunları özü misal aydınlaşdırıb tapa biləcək. Mövzumuz haqqında bu qədər. Ümid edirəm ki, uğurlu olar. Hər kəsə də uğurlar arzu edirəm. Profitləriniz çox olsun. Allah amanında.